kim la havla və la quvvətə illa billahil aliyyil azim zikrini desə, əzəmətli və uca Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Kim bu zikri desə, Allahdan nida gələr mələklərə ki, mənim mələklərim onun hacətlərini verin. Niyə? Yəni anladı. Mən elə bu lazımdır, bunu başa düşsün. Mən 1000 dənə şey tənzimləyirəm ki, bu bir dənə başa düşsün ki, hər şey mənim əlimdədir. Bunu bir dəfə başa düşsə, çox şey verərəm ona. Bunu başa düşmür. Deyir, mən eləyəcəm, mən. O beyində, o mən mani olur, Allah da dilində elə görüm. Allah niyə özünü təsdiq edir ki, mən denən, özü demə, prinsipə gedir bizdən? Yox, sən bədbəxt olursan, mən sənin düşmənindir. Sən ki, mən deyirsən, mən eləyəcəm, filan kəs eləyəcək, ona arxanlaşsan, buna arxanlaşsan, mən yox, sən deyəsən. Bəzən bir dənə sən demək hər şeyi həll edir. Çünki bizim xoşbəxtliyimizin açarı budur. Allah deyir, kim bunu desə, onun hazətlərini verərəm. Amma desə, yəni başa düşərək desə.